Salam, əziz izləyicilərim, kanalıma, yeni vloguma xoş gəlmisiniz. Bugün Qusardan bizə qonağımız gəlir və biz də hazırlıqlar görmüşük. Çəkirəm nələr hazırladığımızı. İlk öncə şirniyyatlarımı hazırladım. Ondan sonra keçdik yeməklərimizə. Qaynanan plovda süzüb, qovurmanı qaynanam hazırlayıb plovla. Qalan yeməkləri mən hazırladım. Tələsirdim deyə çəkə bilmədim. Belə də olsa sizin üçün çəkdim nələr hazırladığımızı. Çölmə eləmişəm kənd toyuğundan. Və burada da dolma hazırladım. Xanımlar, qonaqlarımız gəldi. Daha stolu çəkə bilmədim. Dedim, narahat olmasılar. Belə az da olsa siz üçün paylaşdım. Nələr hazırladığımızı, nələr bişirdiyimizi. Qusarlar, gələn qonaqlarımız da bizim üçün pay gətiriblər. Əlləri, qolları var olsun deyirəm buradan. Qusara aid olan pendirdir. Özləri hazırlayıb. Çox dadlı pendiridir. Bu da qoğallarıdır. Qoğal da çox dadlıdır həmçinin. İçi qozlu. Dadı da çox gözəl idi. Hamısı bəyəndi, ailəmizdə olanlar yedilər və bəyəndilər dadını. Bu da qusar çörəyidir. Droşsuz bişiriblər, droş tökməyiblər. Çox gözəl dadlı çörəkdir. Xurmadan doşab hazırlayıblar. Artıq evdəkilər demək olar ki, halvanın yarısını yeyib. Çox dadlı halva idi. Əllərinə sağlıq, bəyəndik. Və öz bağlarından bizim üçün pay gətiriblər. Alma, qoz, fındıq.
Xanımlar, burada mənzərənin gözəlliyin sizin üçün də çəkmək istədim. Üçqəbir ocağına gedirdik ziyarətə. Orada icazə yox idi, ona görə mən də çəkiliş eləmədim. Bu günlük bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə hələlik.